Borçlularsa doktorda bakmadan ne kadar olmaz. Hamı korktu. Bir tane yezlerden başka. Bilmirəm o santefeni sürmək istəyir, nədir? Gəlin bax, bu şeyləmə. Düz deyirsən, ay kişi, sizinkilər çox ağırsızdır. Çox ağırsızdır. Nə vicdanı, nə dərdləri var, nə sərləri var. Yaşayırlar da. Yazıq Nazimə, yazıq bizimkiləri. Şimdi az arsız. Sizinkilər. Şeyləmə. Aydın, evdə onu müzakirə edirsiniz müəllim. Mən sizə bir dəqiqə hal-hazırda dərman yazdım. Bir dəqiqə hal-hazırda bir saniyə üzr istəyirəm. Ha, verir. Bir dəqiqə gözləyim bir saniyə. Ne yazdı? Doktor Qurdun var. Sen de çok xahiş bunu səliqəli yazır. Çünkü sonra oxumuyor. Gedirik apteka. İnanırsın, ne tər yazışdı o, ne tər səliqəli yazın, zəhmət alın. Yazdım. Bak bu dərmanı qəbul edirsiniz. Traskameka. Ne? Skamika? Nedir bu? Traskameka. Traskamika nedir o ya doktor? Bu ne? Oturulu atır onu. Xeyr. O dərmanı mütləq şəkildə qəbul edirsiniz yeməkdən sonra. Bu kimi problem sizdən aradan qalxacaq. Və buradan mən iki dərman yazdım. Bu dərmanın akşam yeməyindən əvvəl. Akşam yeməyindən əvvəl. Yadda saxla. Yazın, onu oraya yazdırdı. Akşam. Yazma, başıma dönüm sənin. Yaz yeməkdən əvvəl. Əvvəl yazdım bunu. Yeməkdən əvvəli yazdı, əvvəli yazdı. Uçkan qutarır, əvvəl yazdı, orada bir də əvvəl yazdı. Yeməkdən, yazmında doktoru yazdı ki, yeməkdən əvvəl. Yeməkdən. Yemək oraya yazdı. Yazmadı ya, yazmadı. Mən özüm bildim. Bu dərmanı isə akşam yeməyini yeyə qəbul edirsiniz.